Məlahət xanım, siz həm də Fitoterapevtlər İctimai Birliyinin sədrisiniz. Bəli. Yəni fitoterapevt həm də bitkilərlə müalicə eləyən deməkdir. Bəli. Belə deyək. Bəs siz müalicə eləyərkən, məsələn, qurd xəstəliyi aşkarlananda müalicə eləyərkən daha çox kimyəvi dərman, tərkibli dərmanlara üstünlük verirsiniz, yoxsa bitkilərə? Baxın, mən düzdür, Fitoterapevtlər İctimai Birliyinin sədriyəm və bitkilərlə müalicəyə də daha çox üstünlük verirəm. Biz bilirik ki, tibb elmi hardan yaranıb? Məhz təbiətdən yaranıb. Türkçə-çarədən yaranıb. Və onu qeyd edeyim ki, bax gördüyünüz bu məhsullarımızda sırf bitki tərkiblidir. Bütün qurd dərmanlarının, tabletkaların hər birinin qaraciyərə mənfi təsiri var. Qaraciyərində problem olan yaşlı nəsil bunu qəbul eləyə bilmir və qaraciyərdə dəfələrlə olub bizə müraciət eləyiblər ki, biz tabletka qurd dərmanı içmişik, ailədə zəhərlənmə olub, qaraciyər testlərində yüksəlmə müşahidə olunub, evdə nənə, baba əgər kütləvi müalicə alıblarsa, kimdəsə narahatçılıq mövcuddur. Amma bitkilərlə aparılan müalicələrdə böyüklər üçün kapsulamız da var, uşaqlar üçün gördüyünüz kimi parazitalgin siropumuz da var və hər ikisi ilə paralel içilən antihelmint çayımız var. Bunların tərkibi sırf Azərbaycan bitkiləridir. Mən heç vaxt başqa ölkənin bitkilərini gətirmirəm və sevmirəm. Nə var tərkiblərində bunların? Bunların bitki tərkiblidir, hər biri bitkilərləndir və üzərində də hamısı yazılıb. Gördüyünüz kimi ölkəmizin də qologramması var və tam təsdiq olunmuş qida əlavələridir. Və bunlarla da bütün parazitlərin müalicəsində biz geniş istifadə edirik. Yəni, bütün parazitlərə çarə tapılırmı fitoterapevtin ilə, yoxsa həm də yanaşı olaraq siz dərman müalicəsi də yazırsınız? Yox, mən heç bir dərmanlardan, tabletkalardan, qurdun müalicəsində istifadə etmirəm. Ləmbliyası olan xəstələrə də qaraciyər, öd üçün olan bizim xüsusi hazırladığımız belə ki, bitkilərdən hazırlanmış məhsullarımız var. Biz bunları tövsiyə edirik və öd yolları, öd axarını da təmizləyirik. Amma bütün qurd növlərinin müalicə və müayinəsində biz hər tərəfli yanaşırıq və müalicələrdə bu məhsulları istifadə edirik. Balqabaq tumu da varmı onun tərkibində? Balqabaq tumu bunun deyəsən tərkibində var. Bəli, bax bunun tərkibində var. Amma balqabaq tumu tək heç nəyə yaramır. Müvəqqəti yüngül bir təsir göstərə bilər. Qurd qovucu təsiri var. Dağ tarxumu. Məsələn, o da var, mixayət də var, nanənin də qurd qovucu təsiri var. Sarımsağın da qurd qovucu. Bunları ev şəraitində istifadə eləyə bilərik. Amma bunlar bizə istədiyimiz nəticəni verməyəcək. Çünki illərlə, aylarla bu parazitlərdən əziyyət çəkir insanlar. Yəni siz bunu belə deyək də kompleks olaraq bir yerə yığmısınız və bilirsiniz də hansıdan nə qədər qoymaq lazımdır. Bəli, doza çox önəmlidir və bunu da qeyd edeyim ki, bu bitkilərin özü düzgün doza ilə təyin olunmalıdır və orqanizmə heç bir zərər vermədən parazitləri, heç bir parazit daxildə ölmür. Parazit iflic olur, düşür. O bayra çıxandan sonra selik formasında olur və ölürlər. Amma parazitlərin müalicəsində çox dəqiq və düzgün müalicə aparılmalıdır. Çünki parazitlər orqanizmə çox böyük zərər verir və orqanizmdə bayaq qeyd elədiyim kimi göz dibindən tutmuş orqanizmin bütün yerlərində məskunlaşa bilər.